Müminin hem dünyada hem de ahiretteki bütün xeyri böyük günahlardan çəkinməkdədir. Müminin böyük günahlardan qorunması üçün 4 məsələni bilməsi mütləqdir. Birinci məsələ, elm. Yəni, insan böyük günahların nə olduğunu bilməlidir ki, onlardan çəkinsin və qorunsun. Böyük günahları tanımayan kəs onlardan necə qoruna bilər? Necə ki, alimlər demişlər, nədən qorunacağını bilməyən kəs necə qoruna bilər? Odur ki, bu böyük günahları bilmək mütləqdir. İkinci məsələ, böyük günahlardan çəkinmək üçün uca Allahdan yardım istəmək. Çünki insan zəifdir və Allaha möhtacdır. Allah Subhanahu isə qənidir, ehtiyacsızdır. İnsanın gücü və qüvvəti yalnız uca Allahdandır. Allah kimə yardım edərsə, o müvəffəq olar və hidayət tapar. Necə də olmasın ki, pisliyi əmr edən nəfs günahlara çağırır. İnsanlardan və cinlərdən olan şeytanlar onları bəziyir. Üstəlik, bu günahlar şəhvət və ləzzətlərlə bəzədilmişdir. Hətta Cəbrail əleyhissalam cəhənnəm odunun şəhvətlərlə əhatə olunduğunu görəndə belə dedi: "Qorxuram ki, heç kim ondan xilas ola bilməsin." Qulun böyük günahlardan çəkinmək üçün Allahdan yardım istəməyə və Allahdan onu bu günahlardan uzaqlaşdırmasını diləməyə necə də böyük ehtiyacı var. Üçüncü məsələ, bu günahları öyrənərkən və öyrəndikdən sonra onlardan çəkinmək üçün sadiq niyyət və qəti əzm, qərarlılıq göstərmək. Bəzi insanlar böyük günahları öyrənməkdə məqsəd güdürlər ki, böyüklərdən qaçıb kiçik günahları işləsinlər. Bu xətadır və özü-özlüyündə bir günahdır. Çünki kiçik günahlar da tərk edilməsi vacib olan, işlənilməsi haram olan günahlardır və Allaha qarşı asilikdir. Buna görə də deyilmişdir: günahın kiçikliyinə baxma, kimə asi olduğunun əzəmətinə bax. Həmçinin, kiçik günah üzərində israr etmək, onu davamlı etmək, onu böyük günaha çevirə bilər və ya onun salih əməllərlə silinməsinə mane ola bilər. İbn Abbas, Allah onlarda razı olsun, demişdir: İstiğfarla heç bir günah böyük qalmaz, israrla da heç bir günah kiçik qalmaz. Bunu İbn Cərir, İbn Əl-Munzir, İbn Əbi Hatim və Əş-Şihab Əl-Qudai rəvayət etmiş, isnadı səhihdir. Həmçinin, kiçik günahın üzərinə başqa bir kiçik günah, sonra yenə bir başqası əlavə olunarsa, bu onu gücləndirər və təsiri böyüyər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: Mömin bir günah etdikdə qəlbində qara bir nöqtə yaranar. Əgər tövbə edib, günahdan əl çəkərək bağışlanma diləyərsə, qəlbi təmizlənər. Əgər günahı artırarsa, o qara ləkə də artar. Allahın öz kitabında zikr etdiyi ran, paspərdə məhz budur. Uca Allah buyurur: Xeyr, onların qəlbini qazandıqları günahlar bürümüşdür. Hədisi Tirmizi və İbn Macə rəvayət etmiş, Albani həsən saymışdır. Buna görə də şair demişdir: Günahların kiçiyini də, böyüyünü də tərk et, təqva ilə budur. Tikanlı yerdə yeriyən və gördüyü hər şeydən qorunan kimsə kimi hərəkət et. Heç bir kiçik günahı əhəmiyyətsiz sayma, çünki dağlar da xırda daşlardan ibarətdir. Elə isə möminə yaraşmaz ki, böyük günahları öyrənərkən məqsədi kiçik günahları işləmək olsun. Həmçinin möminə yaraşmaz ki, bir günahdan çəkindirilərkən, bu böyük günahdırmı, deyə soruşsun. Ondan çəkinməsi üçün bunun ona nemət verən
və onu şərəfləndirən Rəbbinə qarşı bir asilik olduğunu bilməsi kifayətdir. Dördüncü məsələ isə, günahın müqəddimələrindən, ona aparan yollardan, günahın özündən və o günahı işləyən insanlardan uzaq durmaqdır. O günaha yaxın olmamalıdır. Çünki qoruğun ətrafında heyvan otaran kimsənin heyvanlarının ora girməsi an məsələsidir. Bunlar 4 məsələdir ki, onların açarı və əsası elmdir. Məhz buna görə də İslam imamları kitab yazmamışdan öncə və sonra böyük günahları bəyan etməyə xüsusi önəm vermişlər. Sələflər öz danışıqlarında böyük günahları zikr edər və onları sadalayardılar. Kitab yazma dövrü başladıktan sonra isə İslam imamları böyük günahların bəyanı və sayılması barədə kitablar yazmışlar.